Enerji, təhlükəsizlik, güc. Hər şey dəyişir və bütün bu dəyişikliklər fonunda Vaşinqton Tehrana növbəti ultimatumunu ünvanlayır. Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trump bəyan edib ki, İranla danışıqlar bitənədək, razılaşma əldə olunanədək Hörmüz boğazı ətrafında gəmilərin keçidi, Hörmüz boğazından gəmilərin keçidi tamamilə dayandırılacaq. ABŞ-nın dövlət katibi Marco Rubio Trump'ın bu qərarını müdafiə və təhlükəsizlik xarakterli bir qərar adlandırır. Həqiqətənmi bu müdafiə və təhlükəsizlik məqsədləri daşıyır, yoxsa regional güc balansını qorumaq? Bütün bunları müzakirə edəcəyik. Ümumiyyətlə, Amerika Birləşmiş Ştatları ilə İran arasında davam edən gərginlik hal-hazırda hansı mərhələdədir və bu mərhələdə, onu da qeyd etmək mütləq vacibdir ki, İranla Çin arasında diplomatik danışıqlar davam edir. Tehranda hər iki ölkənin xarici, daha doğrusu Pekində hər iki ölkənin xarici işlər nazirləri bir araya gələcək. Hansı məsələlər müzakirə olunub və bu görüş niyə indiki mərhələyə nəzərdə tutulub və bütün bunlar əlbəttə ki, Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trump'ın Çinə səfəri öncəsi olduğu üçün müəyyən suallar doğurur. Və əlbəttə ki, regionda enerji təhlükəsizliyi məsələlərinin müzakirə olunduğu bir vaxtda, tələbatın artdığı bir vaxtda Avropa İttifaqının xarici işlər və təhlükəsizlik üzrə rəhbərinin Kaja Kallasın Azərbaycana səfəri də olduqca əhəmiyyətlidir. Bu səfərin nəticələrini necə qiymətləndirmək olar? Bütün bu suallara təbii ki, qonaqlarımız cavab verəcəklər. Odur ki, qonaqlarımızı sizə təqdim edim. Bugünkü qonaqlarımız Milli Məclisin deputatı, eyni zamanda Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin üzvü Gülşən xanım Paşayeva. Xoş gəlmişsiniz. Salamlayıram sizi Gülşən xanım. Və digər bizim qonaqlarımız tarixçi, alim Telman Nüsrətoğlu, sizi salamlayıram və Beynəlxalq Məsələlər üzrə ekspert Nazim Cəfərsoy. Xoş gəlmişsiniz, hörmətli qonaqlar. Əlbəttə, müharibə yeni bir mərhələyə keçib deyə bilərik Gülşən xanım. Çünki hərbi mərhələ bitsə də diplomatik müstəvidə bu gərginlik davam edir. Amerika Birləşmiş Ştatları ilə İran arasında gedən gərginlik və Vaşinqton tərəfindən bəyan edildi ki, artıq epik qəzəb əməliyyatı başa çatıb. Amma başa çatıbsa, Hörmüz ətrafındakı bu gərginlik nəyə dəlalət edir? Vaşinqton tərəfindən, Trump tərəfindən, ardınca Rubio tərəfindən gələn açıqlamalar nəyi deməyə əsas verir? Hörmüz boğazının bağlanılması, gəmilərin keçidinin dayandırılması hansı nəticələrə gətirib çıxara bilər? Həqiqətənmi bu müdafiə təhlükəsizlik xarakteri daşıyır, yoxsa burada danışıqlara təzyiq vasitəsi kimi qiymətləndirmək olar Vaşinqtonun bu addımını? Təşəkkür edirəm. Bəli, bu olduqca vacib qlobal bir məsələdir. Əgər biz baxırıqsa, vaxtilə o atəşkəs məhz 8 aprel tarixində imzalanmışdı. Ən azı qərar verilmişdi ki, və birazdan bir ay olacaq ki, bu atəşkəs hal-hazırda qalmaqdadır. Ancaq məsələ burasındadır ki, düzdür, atəşkəs əldə edilib, ancaq nə kimi nəticələr var ortada, bu biraz sual doğurur. Çünki nəticələr, əfsuslar olsun ki, qənaətbəxş deyil. Yəni, əgər biz baxsaq, Hörmüz boğazının bağlanması ilə bugün nə baş verir dünyada? Yəni, qlobal baxımdan enerji ilə bağlı bütün dünyada müəyyən çətinliklər və problemlər var. Eyni zamanda OPEC-in də son dövrdə içərisində gərginliyin artması ona gətirib çıxardır ki, bir tərəfdən məsələn BƏ-nin, məsələn Birləşmiş Ərəb Əmirliklərinin də OPEC-dən də OPEC Plus-dan çıxması ilə bağlı bu yeniliklər ona gətirib çıxarır ki, artıq OPEC-in özü də bu proseslərdə əsas rol oynaya bilmir. Yəni burada da müəyyən problemlər var məhz neft ixrac edən ölkələr arasında. Və bu bir tərəfdən nəyi göstərir? Bir tərəfdən onu göstərir ki, əgər biz, məsələn, ABŞ-ın bu blokada ilə müəyyən nəticə əldə etmək istəməyində müəyyən bir addım, bir alət kimi görürdüksə, əfsuslar olsun ki, bu blokada hələ ki bir nəticə verməyib və məsələ yenə də dalanıb. Belə baxsaq, problem həll edilmir və problemin həll edilməsi də ümumiyyətlə belə gətirib elə bir vəziyyətə çıxardır ki, enerji ilə bağlı dünyada bu saat hal-hazırda bu problemi düzdür, müəyyən mənada ən azı preventiv metodlarla həll eləməyə çalışırlar. Burada ABŞ böyük rol oynayır.
özünə görə və eyni zamanda əlbəttə ki, OPEC də müəyyən mənada bu proseslərə qatılır. Ancaq biz götürsək uzun perspektivdə ya da hətta orta perspektivdə bu Hörmüz boğazının açılması olduqca vacibdir. Bu bir tərəfdən. İkinci tərəfdən əlbəttə bu son hadisələr ki, məhz Bədə yadınızdadırsa, orada onların neft hasilatı ilə bağlı deməli problemlər yaşanması, Bədə məhz müəyyən dronların həmin o əməliyyatı həyata keçirtməklə orada problemin yaratması Bənin özünü də axır bir vəziyyətə salır. Çünki artıq onlar nefti birbaşa deməli düzdür, belə baxanda o birbaşa deməli Fars körfəzi yox, daha çox Oman körfəzi ərazisindən keçə bilər. Ancaq yenə də orada problemlər var, məhz Hörmüz boğazının bağlanması ilə və Bəyə ancaq öz neft hasilatını birbaşa məhz kəmərlərlə eləyir və bu da ümumiyyətlə götürsək Bənin hasilatının, məsələn, əvvəl bu hadisələrə qədər, əgər bunlar etdikləri o ümumi hasilatın yarısını ancaq məhz o kəmər vasitəsilə daşıya bilirlər. Beləliklə də burada da artıq məhz körfəz ölkələrinin içərisində problemlər get-gedə artmaqdadır. Və əgər biz bütün bu problemləri bir də başa düşsək ki, ABŞ-ın da burada siyasəti nədən ibarət? ABŞ-ın siyasəti əsasən ondan ibarətdir ki, müəyyən bax bu metodlarla hansısa bir sülhlə bağlı bir sazişi əldə etmək İranla. Ancaq o da hələlik əldə edilmir, ona görə vəziyyət açıq olaraq qalır. Telman müəllim, siz necə hesab edirsiniz? Trumpın mövcud qərarı, Hörmüz boğazından gəmilərin keçidinin dayandırılması ilə bağlı qərarı hansı məqsədlərə xidmət eləyir? Təzyiq vasitəsidir diplomatik danışıqlara, yoxsa həqiqətən də müdafiə və təhlükəsizlik məqsədlərini daşıyır? Cahirə xanım, son bir belə deyək də beynəlxalq informasiya agentliklərinə düşən məlumatların üzərindən yola çıxaraq ümumi mənzərəni deməli, biraz təhlil etməkdə fayda var. Son informasiya ondan ibarətdir ki, Amerika 14 maddəlik deməli sülh təklifini İrana göndəribdir və İrandan da edilən açıqlamalara baxsaq, bunun üzərində müəyyən dəyərləndirmələr aparılır. Bu geosiyasi çıxmazlıq deyək də, yəni dalan vəziyyəti həm Amerikan cəbhəsindən, Amerika-İsrail tandeminin hərbi müstəvidə, diplomatik müstəvidə, siyasi müstəvidə, daxili və xarici siyasət bağlamında qarşılaşdığı problemlər, həm də İranın da bu müqaviməti uzun müddətlik, yəni milli güc parametrləri, iqtisadi resurslar, ölkənin müqavimət potensialı baxımından davam etdirməsi çox da mümkün görsənmir. Təbii ki, biz başından etibarən qeyd edirdik ki, İranın müqavimət mətbəxində heç şübhəsiz Çin və Rusiyada var. Ən yüksək deyək ki, dəqiqliklə Amerikanın körfəzdəki hərbi bazalarının vurula bilməsi, raket texnologiyaları, GPS sistemləri, konumlama sistemləri və digər, yəni müxtəlif aspektlər üzrə dəyərləndirsək, təbii ki, 2018-dən etibarən İranın o dağların altında raket şəhərciklərinin formalaşdırması, buna ciddi bir hazırlıq həyata keçirməsi də bu nöqtədə dəyərləndirilə bilər. Yəni, amma bunu uzun müddətli iqtisadi resurslar kifayət eləmir. Hürmüz boğazı blokadaya qarşı blokada tətbiq edildikdən sonra İran neftinin dünya bazarlarına çıxarılması üçün böyük əngəllər yaradır və İranın da əsas can damarı, iqtisadiyyatının can damarı neft olduğuna görə burada da problemlər var. İran da bunu çox uzun müddətli sürdürə bilməz. Bunları da götürdüyümüz zaman, hamısını dəyərləndirdiyimiz zaman, təbii ki, bu işin arxasında eyni zamanda geosiyasi amillər dedik var. Yəni, yeni dünya nizamı uğrunda gedən güc mübarizələr. Bu güc mübarizələrinin müxtəlif cəbhələri var və bunun fonunda yeni dünya nizamı uğrunda paylaşım savaşlarının da getdiyini bilməmiz lazımdır. Necə dəyişə bilər ki, güc balansını və nəzərə alsaq ki, necə dəyişə bilər güc balansını? Nəzərə alsaq ki, Pekində də İranla yəni bu məsələdə Pakistan istər vasitəçilik təşəbbüsü, yəni Pakistan-Çin münasibətlərindəki yaxınlığı, istər Pakistanın körfəz ölkələri ilə əməkdaşlığı, istər Çinin körfəzin ərəb ölkələrinə yönəlmiş olan ticarəti, yəni baxın, sadəcə neft-qaz ticarətindən söhbət getmir. Körfəz ərəb ölkələrinin əsas, belə deyək də, ticarəti tekstildən tutmuş müxtəlif sahələrə, inşaata qədər hər sahədə Çindən alırlar və bu ticarət hardan davam edir? Təbii ki, o gəmilər tankerlər üzərindən davam edir, neft də orada tankerlər üzərindən davam edir. Yəni bu ticarət, Hürmüz boğazının blokadaya alınması bu ticarətin dayanması deməkdir. Həm körfəz ölkələri üçün böyük bunun yansıması olacaq, həm Çin üçün
və bu bağlamda da gözlənilir ki, Amerika prezidenti Çinə gedəcək və Çində təbii ki, sıradan məsələlər müzakirə edilməyəcək. Bayaq dediyim elə o yeni dünya nizamının konturları, güc mübarizələri, bu yaxın şərqin gələcəyi, digər məsələlər, burada yollar, ticarət dəhlizləri, limanlar uğrunda da mübarizənin getdiyini qeyd etmək lazımdır. Belə bir halda, belə bir mənzərənin içərisində təbii ki, Amerikanın hərbi gücü də, yəni orada xüsusi əməliyyatlar həyata keçirərək qalıcı olmağa yetmir. Yəni, məsələn, deyəlim, adaları, Boğaz ətrafındakı, Hürmüz boğazının ətrafında kiçik adaları zəbt etsə belə, orada qalıcı qala bilməz. Birinci hərbi bütün analitiklərin rəylərinə görə bu tipli əməliyyatlarda 25%-ə yaxın əskər itkisi gözə alınmalıdır. Amerika bunu gözə ala bilərmi? Daxili siyasət bağlamında bunu götürdüyümüz zaman. İkinci, İranın həm hərbi istehkamları, sahillər boyuncaki hərbi istehkamları, yəni həm hərbi gücü, həm də elə yaxın orta ərazilərdən hədəf alma imkanları Amerikanın orada qalıcı hərbi dominant, belə deyək də, işğalı həyata keçirməsinin önündə ən böyük əngəldir. Bu da yəni hərbi variantı, hərbi eskalasiyanı, bu müharibənin daha şiddətli bir şəkildə gəlməsinin qarşısında maneəyə çevrilir. Eyni zamanda İranın özünün də indi bu daha kataklizmlərlə dolu bir müharibə, daha gərgin bir müharibə fazasına keçərsə, Trump daş dövründən bəhs eləmişdi. Yəni İranın infrastrukturları, neft sənayesi, enerji altyapısı, bunlar hamısı hədəf alına bilər. Bu isə İran üçün çox böyük əslində problemlər yarada bilər. Bunu da düşündüyümüz zaman... Yeri gəlmişkən, Telman, mən çox üzr istəyirəm. Bir məlumatımız da var ki, Səudiyyə Ərəbistanının milli neft şirkəti Saudi Aramco may ayındakı kəskin artımdan sonra iyun ayı üçün Asiya ölkələrinə tədarik edilən neftin qiymətini aşağı salıb. Arab Light markalı neftin Asiya müştəriləri üçün qiyməti 1 barel üçün $4 azaldılıb. Yəni artıq öz nəticələrini, təsirlərini göstərir. Bazarların bu mənada bazarlara ayar vermək, balans vermək, bu bağlamda həm bu da bunun geosiyasi çalarları var da. Asiyada əsas alıcı elə belə baxdığımız zaman Çin, ondan sonra Hindistan kimi ölkələr var. Yəni burada söhbət nədən gedir? Ümumi mənzərə bundan ibarətdir ki, bu hərbi qarşı durmanın, hərbi deyək ki, müstəvidə güc mübarizəsinin davam etdirilməsinin hər iki tərəf üçün öldürücü nəticələri ola bilər. Həm daxili siyasət, həm geosiyasi anlamda və burada da sadəcə İrandan ibarət deyil, İranın təslim alınmasının arxasındakı geosiyasi stratejik hədəflərlə bərabər İranın arxasında duran güclərin də bir yeni dünya dizaynı ilə bağlı hədəflər var. Bu bağlamda bu mümkün olmadığına görə danışıqlar yeganə çıxış yolu olaraq görsənir və Amerikada o diktə üslubunu, yəni belə deyək də, qarşılaşdığı müharibənin ilk günündən etibarən Trumpın ağzından elan olunan hədəflər var idi. Orada yəni İranın liderini biz müəyyənləşdirəcəyik, uranium stokunu biz ələ keçirəcəyik, ondan sonra proksi güclərə dəstək. Bunların da çoxsuna nail olunmadı. Dolayısıyla burada da bir çıxılmazlıq şəraiti olduğuna görə məcburən diplomatik müstəvidə Çin, Amerika, İran, Amerika bu bağlamda danışıqlar davam edəcək və güman ki, ortaq bir məxrəcə bu məsələ ilə bağlı gəlinəcək. Yoxsa bu Hürmüz boğazındakı böhran dünya iqtisadiyyatı üçün də böyük problemlər, onsuz da dünyada inflyasiya dərinləşir, qərb ölkələrinin xüsusilə iqtisadiyyatında ciddi problemlər yaranır və bunların hamısının müstəvisi tələb eləyir ki, deməli, Amerika-İran qarşı durması diplomatik müstəvidə çözülsün. Dünya iqtisadiyyatı da şok bir dövrün yaşayır. Həqiqətən də xaotik bir böhranlı vəziyyətdədir və mən Nazim müəllimi monitor önünə dəvət edəcəm. Amma ondan öncə isə biz xəritəyə keçid almazdan öncə isə Donald Trump'ın Amerika Birləşmiş Ştatları prezidentinin Hörmüz boğazı ilə bağlı açıqlamasını ekranlara gətirək, diqqətə çatdıraq və sonra xəritə üzərindən müzakirələrimizi, analizlərimizi davam etdirəcək və Donald Trump qeyd edir ki, Hörmüz boğazından gəmilərin tranzitini asanlaşdırmaq üçün həyata keçirilən Project Freedom əməliyyatını müvəqqəti olaraq dayandırırıq. Qərar İranla razılaşma üzrə danışıqların uğurla başa çatması və sazişin imzalanması ehtimalı barədə daha aydın siqnallar alınan müddətə qədər qəbul edilib. Bununla bağlı sorğu Pakistan və digər ölkələrdən gəlib. Biz qarşılıqlı olaraq razılığa gəldik, tam blokada
qalacaq, blokadada qalacaq. Və bu blokadada qalması hansı nəticələri gətirib çıxaracaq? Xəritəni zəhmət olmasa ekranlara gətirəsiniz. Niyə Hörmüz boğazı dünya üçün bu qədər kritikdir? İqtisadiyyatın... Digər xəritəni verə bilərik. Bəli, xəritəmiz. Düzdürmü? Bəli, buyurun xəritə önündən. Digər xəritəni zəhmət olmasa dəyişdirərdik və sonra bu xəritəyə geri dönüş edəcəyik. Bəli. Aydındır. Bəli, biz Hörmüz boğazı ətrafında ümumiyyətlə hansı ölkələrin marağı var? Dünyanın güc balansını, iqtisadi maraqları, enerji balansını, bax bu Hörmüz boğazı necə dəyişə bilər? Niyə görə bu qədər dünyanın super gücləri üçün hətta deyə bilərik ki, kritik bir önəm daşıyır Hörmüz boğazı? Buyurun. Dünyada, günümüz dünyasında, modern dünyanın geosiyasi, geoqtisadi baxımdan ən əhəmiyyətli ünsürlərindən biri boğazlardır. Dünyada təxminən bu cür stratejik əhəmiyyətə malik 12 boğaz var ki, bütün dünya ticarəti, dünya lojistikası, enerji mənbələri ciddi şəkildə və ümumiyyətlə dünyadakı nəqliyyat sistemi buradan hərəkət edir. Bir də bu boğazların önəmini başa düşmək üçün, daha yaxşı anlaya bilmək üçün ya da tamaşaçılara daha geniş şəkildə ifadə eləmək üçün deməli, dünyadakı ticarətin 90%-ə yaxını dənizlərdə baş verir. Və bu 90% içərisində ki, dünya ticarətinin 90%-dən bəhs edirik, dənizlərin rolu bu qədər əhəmiyyətli olunca orada o zaman boğazların stratejik əhəmiyyəti önə çıxır. Əhəmiyyətli stratejik boğazlardan biri də Hörmüz boğazıdır. Hörmüz boğazı bir neçə baxımdan çox kritik əhəmiyyət kəsb edir. Bunlardan birincisi, əvvəla Hörmüz boğazı xüsusən dünyadakı neftin və neft ehtiyaclarının 12-15% dəyişir rəqəmlər. 12-15% Hörmüz boğazı vasitəsilə dünya bazarlarına çıxır. Sizin biraz əvvəl verilikin əvvəlində ifadə elədiyiniz neft və enerjinin qiymətinin artışındakı əsas motiv dünya bazarlarına neftin çatdırılmasında və ya maye qazın çatdırılmasında Hörmüz boğazının bağlanması ilə yaranan problemlər ki, bu 12% bazara malın çıxarılmaması ilə izah olunur. Üstəlik, burada bəzi ölkələr var ki, bunlar heç neft çıxarda bilmirlər. Məsələn, Küveyt son bir aydır dünya bazarına neft çıxarda bilmir. Çünki Küveytin əsas çıxış nöqtəsi buradır, yəni tək çıxış nöqtəsi buradır, çıxarda bilmir. Səudi Ərəbistan daha az miqdarda çıxır, o da Yaqbu limanından digər xəritədə onu görəcəyik. Bu mənada Hörmüz boğazı sadəcə indi gündəmə gələn bu deyil. Yəni sadəcə enerji deyil. Digər tərəfdən Hörmüz boğazı eyni zamanda dünya qida sektoru üçün həyati əhəmiyyətə malik olan gübrə daşınması və gübrə baxımından da kritik əhəmiyyətə malikdir. Qiymətlərin artması filan, indi bəzən qiymət bahalaşması filan, inflyasiya. Bu birbaşa Hörmüz boğazının bir də onunla əlaqəsi var. Nazim bəy, bax, Trump açıq şəkildə bəyan edib ki, biz gəmilərin keçidini dayandırırıq. Və dayandırılırsa Hörmüz boğazında nə baş verəcək? Eskalasiya riskimi artacaq. Baxın. İştirakçı ölkələrin modelləşməsi necə həyata keçiriləcək? Əslində, Trumpın son o tam blokada açıqlamasından öncə bir neçə məqamı izah eləməkdə fayda var ki, mənzərə ortaya çıxsın. Əslində, İran tərəfi Hörmüz boğazından gəmilərin keçişinə qadağa qoyunca, buradan keçənləri vurunca ki, o vurma prosesi son bir neçə gündə biraz da hərəkətlətni Cənubi Koreya gəmisinə yönəlik, tankerinə yönəlik ölüb. Yəni bu son rəqəmlərə görə. Başqa gəmilərə yönəlik məsələlərin fonunda yəni o blokadaya qarşı bir alternativ blokadaya da keçir. Mən bunu xəritədə göstərim. Bu qırmızı və Amerikanın hərbi blokadası ya da dənizdəki blokadası, Hörmüz boğazına bağlı blokadası Birləşmiş Ərəb Əmirlikləri Oman xəttindən, baxın belə bəlkə göstərmək gəlirsə, bu qırmızı oradan başlayır o və bir digər ucu da burada İran-Pakistan sərhəddidir. İran-Pakistan sərhəddindəki aran o geniş ərazini də blokada tətbiq edəcəyini, yəni girişlər, çıxışlar, bu istiqamət həm nəzarətə götürülməsi, həm də xüsusilə İran mərkəzli olaraq blokada alınması məqsədini daşıyır. Ancaq gələn xəbərlər göstərirdi ki, bu blokada iki səbəb baxımından
tam tətbiq edilmirdi. Bunlardan birincisi tamamen bağlanması dünyadakı enerji fiyatlarının həddindən artıq artmasına səbəb ola bilərdi. Ona görə Amerika müəyyən mənada bu neft qiymətlərinin biraz daha uçmaması için, biraz balansa saxlaması için bəzi gəmilərin keçidinə icazə verirdi. Bu gəmilərin içərisində İranın öz gəmiləri də vardı. Bu İranın bəzi gəmiləri, burada da ikinci faktor devrəyə girir. Çünki buradan keçən gəmilərin bir hissəsi ABŞ-ın müttəfiqlərinə gedir. Bir digəri də daha qlobal müstəvidə düşünməmiz gerəkən ABŞ-Çin münasibətlər fonunda Çinə gedirdi. Yəni əslində sadəcə İranı cəzalandırmırdı ABŞ burada, həm də Çini, həm də bölgədəki müttəfiqləri Cənubi Koreya, Yaponiya kimi Asiya ölkələrini də cəzalandırırdı. Amma bunu bir mənalı formada etdiyiniz zaman həm Çinlə daha geosiyasi mənada daha böyük bir gərginin Yəni təkcə cəzalandırma məqsədi daşımır, özünün... İrandan belə bir açıqlama olmuşdu ki, indi bu yaxınlarda idarə yaratdılar. Körfəzin idarə edilməsinə bağlı xüsusi bir idarə. Oranın Hürmüz komissiyası yaratdılar. Deməli, oraya müəyyən təbii ki, qüvvələr tətbiq eləyirlər, yəni xərac deyək də, yəni keçən gəmilərdən. Amerikada deyirdik ki, kim ki İrana pul ödəyib keçəcəksə biz onlara mane olacaq. Yəni əslində biraz problem də gələcək statusu ilə bağlı olan, hələ keçmiş nəzarət sisteminin dəyişilməsi ilə bağlı olan, yəni təkcə siz az öncə qeyd etdiniz Yaponiya və digər ölkələrin cəza məqsədləri daşıyır, gücləndirilməsi. Amma orada təbii ki, güc balansının, dominantlıq mövqelərinin daha da gücləndirilməsi məqsədləri də daha ön plana keçir. Mən o Trump'ın biraz əvvəlki açıqlamasındakı niyə tam bu da tətbiq edirik, bu cümlənin nə mənaya gəldiyini anlaya bilməmiz üçün biraz daha geri plana gedib, axı daha əvvəl demişdik biz blokad eləyirik, hər tərəfi bağlayırıq, heç kimi çıxartmayacaq, girməyəcək. Amma ondan sonra da xəbərlər gəlməyə başladı ki, məsələn, son bir neçə gündə bir xəbər çıxdı ki, 20-25 dənə, 25'ə yaxın İran tankeri Çinə neft aparır. Yəni bu dünənin ya da Sıraq Hacının məlumatıdır. O zaman sual çıxır ki, bunlar blokad eləyirdilərsə bu necə olur? Burada biraz əvvəl dediyim kimi əslində 3 faktor var. Bir, iqtisadi faktor, neft qiymətlərinin müəyyən balansda saxlanması. Yəni birdən-birə tamamen bağlasa, dünya bazarlarındakı neftin qiymətini yığıb-yığışdırmaq olmaz. Bunu yəni biraz boşaldır, biraz çıxır, bu şəkildə idi. İkincisi geosiyasi olaraq, geosiyasi faktor, Çin və Asiyadakı müttəfiqlər faktoru. Bir də üçüncü bir faktor daha var. Təbii ki, bu coğrafya xəritədə xırda göründüyünə baxmayın. Amma bu çox geniş bir coğrafyadır. Burada tamamen nəzarəti saxlamaq, həm də texniki imkanlar baxımından müzakirəyə açıqdır. Heç şübhəsiz Amerika qlobal siyasətdə ən geniş texniki imkanlara və malik ölkədir. Amma yaxaladığınız bir şeyi ya da gördüyünüz bir şeyi anında gedib tutmaq məsələsi belə özü problemdir. Texniki baxımdan siz onu bir saniyədə görə bilirsiniz, amma onu bir dəqiqədə gedib onu yaxalaya bilmirsiniz. Çünki o yetərincə uzaq məsafədə olduğu zaman belə məsələlər var. Bu üç səbəblə tam blokada tətbiq edilmirdi. Nə zaman ki, hər iki tərəf başladı mövqelərini sərtləşdirməyə, İran dedi ki, mən ümumiyyətlə qoymayacam heç kimi bu proseslərlə bağlı hərəkət eləsin. Hətta İran, bu biraz əvvəl danışdıqda Gülşən xanım da qeyd elədi, xüsusi vurğuladı. Birləşmiş Ərəb Əmirliklərinin OPEC-dən və OPEC Plus-dan çıxmağı da əslində bu prosesə Amerika adına dəstək vermək mahiyyəti daşıyırdı. Çünki OPEC və OPEC Plus-un ən əhəmiyyətli, mövcud reallıqlardakı ən əhəmiyyətli kriteri ondan ibarətdir ki, dünya bazarına çıxan neftin miqdarını tənzimləyirdi. Elə hər kəs beyninə görə çıxıb eləyə bilmirdi. Oradan çıxmaq o deməkdir ki, ABŞ və İsrail, bilirik ki, İsrail çox yaxındır, ABŞ və İsrailin təşviqi ilə dünya bazarındakı neft tələbatını qarşılamaq üçün Birləşmiş Ərəb Əmirlikləri deyir ki, OPEC və OPEC Plus-un mənə yönəlik məhdudiyyətlərini mən tanımıram, artıq çünki mən oranın üzvü deyiləm. O zaman əgər mən indiyənə qədər belə rəqəm tam azbərimdə deyil, amma günlük 3,5 milyon litr barel neft verirdim. Mən indi onu eləməyəcəm 5 milyon barel. Bu dünya bazarlarında neftin qiymətini aşağı salmaq. Əslində məqsəd buydu. İran da onu anladığı üçün, bir sonra çıxart edəcək. İran da onu anladığı üçün
o Birləşmiş Ərəb Əmirliklərinin potensial olaraq hardan nefti bazara çıxarda bilər? Ficara limanından orada əngəlləyir. Bax, buradakı xəritə isə, qısaca, buradakı xəritə isə əslində o 38 kilometrlik bir boğazdan bəhs edirik. Orada əslində gəmilərin keçə biləcəyi sahə bir neçə kilometrlə məhduddur. 3 kilometr, 4 kilometr belə və daha böyük hissəsi də İran tərəfdədir. İran oralara mina düzərək oranı daha da kritik halə gətirib. Bu xəritədəki görülən şeylər və indi də bu imkanları istifadə edərək biraz əvvəl Telman müəllimin dediyi kimi orada yeni bir hüquqi, siyasi, hərbi və texniki və həm də iqtisadi bir motiv yaratdı. Buradan keçəndə məndən icazə almalısınız. Ondan sonra mənə bunun üçün ödəniş eləməlisiniz. Beynəlxalq hüquqla bu tam real görünürmü? Beynəlxalq hüquqa cavab verilmi, yoxsa yox? Nazim mənim fikirlərinizi sonra alarıq və digər xəritəmizə də biz keçid alacağıq. Xahiş edəcəm yerinizi alasınız. Amma bir keçid eləyək də Gülşən xanım. Və bütün bu nəqliyyat kommunikasiyalarına, enerji təhlükəsizliyinə tələbatın artdığı bir dövrdə enerji təhlükəsizliyi xalqlar üçün həqiqətən də ciddi milli təhlükəsizlik məsələsinə çevrildiyi bir ərəfədə Avropa İttifaqının xarici əlaqələr təhlükəsizlik üzrə rəhbəri Kaya Kallas Azərbaycana səfər edir. Ümumiyyətlə, Ermənistandan Avropa Siyasi Birliyində 8-ci zirvə görüşündə iştirakdan sonra Avropalı rəsmilərin Azərbaycana səfəri və xüsusilə də nəzərə alsaq ki, bu səfərlərdən öncə nə baş vermişdi? Avropa İttifaqının hansısa parlamentariləri Josep Borrellin adını çəkməklə və digər şəxslərin Okamponun belə deyək də əli ilə müxtəlif Avropa İttifaqı Azərbaycan münasibətlərinə xələl gətirməyə cəhd göstərirdilər. Amma deyə bilərikmi bütün bu Avropa İttifaqının fundamental maraqları, Azərbaycanla kəsişən maraqları digər qarayaxma kampaniyalarını kölgədə qoydu? Bəli, bu çox yaxşı maraqlar sual. ön plana çəkdi, marjinal qüvvələrin çirkin niyyətləri geridə qaldı. Ümumiyyətlə, Kaya Kallasın səfərinin bu kontekstdə nəticələrini necə dəyərləndirmək olar? Mənə elə gəlir ki, biz məhz Kaya Kallasın Azərbaycana səfərini məhz Avropa İttifaqı və Azərbaycan münasibətləri kontekstində baxmalıyıq. Yəni, əgər biz siz qeyd etdiyiniz Avropa Parlamentinin qətnaməsinə və ya Avropa Şurasının yadınızdadırsa vaxtı ilə ayrıca bir özlərinin də bir sıra qətnamələri əvvəllərdə bir sıra ölkələr tərəfindən qəbul olunmuşdu. Yadınızdadırsa Belgiya və eyni zamanda Niderland. Yəni, bunlar Azərbaycana qarşı elə bir ki, o qarayaxma kampaniyalarını davam etdirirdilər. Ancaq o biri tərəfdən biz baxırıqsa ki, o kontekstdə biz Avropa İttifaqının ümumiyyətlə Azərbaycan münasibətlərini bir qədər fərqləndirməliyik. Yəni, o parlamentlərin münasibətləri bir kontekstdə götürülür. Və ona görə də, məsələn, Milli Məclisin yadınızdadırsa bizim özümüzün qərarımızla biz o Avropa parlamenti ilə və eyni zamanda Avropa İttifaqı və Azərbaycan arasında bizim özümüzün bir komitəmiz var idi o münasibətlərlə bağlı. Onu da biz dayandırdıq işini. Yəni, burada eyni zamanda mənə elə gəlir ki, biz bax bu kontekstdə Kaya Kallasın Azərbaycana səfərini bu enerji dünyadakı bu çətin bir vəziyyətdə Avropa İttifaqı və Azərbaycan arasında enerji ilə bağlı münasibətlərin daha da, necə deyim, dərinləşməsi kontekstində qiymətləndirməliyik. Çünki bir tərəfdən Cənab Prezident özü də çıxışında qeyd elədi ki, hal-hazırda daha iki yeni Avropa ölkəsi, Almaniya və Avstriyada Azərbaycandan artıq qaz alırlar. Artıq bu yeni bir kontekstdir. Avropa İttifaqı Azərbaycan arasındakı enerji ilə bağlı ümumiyyətlə problematikada. Bilirsiniz ki, 27-ci ilə qədər biz daha da artırmalıyıq Avropaya qaz təchizatını və beləliklə də Avropa tam mənada, mənə elə gəlir, enerji ilə bağlı yeni bir mərhələyə doğru getməkdədir və bu yeni mərhələ ondan ibarətdir ki, Ukraynada gedən müharibə kontekstində Avropa İttifaqı tamamilə Rusiya ilə qaz almaqla bağlı ümumiyyətlə bütün o əvvəlki münasibətləri yenidən təzələmək istəyir və orada artıq yeni axtarışdadır ki, yeni ölkələr, yeni ərazilər, yeni ixracla bağlı bugünkü həm Ukrayna kontekstində, həm də İranla bağlı gedən bu məhz Hörmüz boğazındakı problemlər, düzdür, Avropa İttifaqı birbaşa o dərəcədə o Hörmüz boğazı ilə bağlı deyil, o daha çox Asiyaya yönəlmiş bir belə baxanda kontekstdir. Bayaq həmkarlar da qeyd etdilər, Çin, Yaponiya, Koreya və s. Bax, bu kontekstdə o ərazi daha var. Ancaq gübrələrlə bağlı müəyyən maraq ola bilər Avropa İttifaqına bu kontekstdə və belə götürsək, əgər biz sizi ilə Avropa İttifaqı Azərbaycan
münasibətləri bugün tamamilə yeni bir mərhələnin ərəfəsindədir. Bir tərəfdən yadınızdadırsa, biz bu son dövrdə çox fəal şəkildə bu münasibətlərimizi daha da inkişaf etdirməkdə maraqlıyıq. Son sazişlə bağlı, yəni iki tərəfli həm Avropa İttifaqı Azərbaycan arasında bərabər hüquqlu tərəfdaşlıqla bağlı saziş üzərində iş gedir. Martda artıq orada müəyyən artıq tərəflər arasında danışıqlar oldu Brüsseldə. Eyni zamanda iyunda da belə bir görüşün davam etdirilməsi gözlənilir ki, Azərbaycan-Avropa İttifaqı arasında münasibətlər tamamilə yeni bir mərhələyə, yeni bir fazaya, yeni bir sənəd. Çünki yadınızdadırsa 96-cı ildə Avropa İttifaqı və Azərbaycan arasında tərəfdaşlıq və əməkdaşlıq haqqında saziş imzalanmışdı və 96-cı ildəki saziş 99-cu ildə qüvvəyə mindikdən sonra 10 il ərzində o saziş əsasında bizim münasibətlər aparılırdı. Ancaq 2009-cu ildə artıq yeni bir, ola bilsin ki, mərhələ başlamalıydı. Ancaq heç bir yenilik olmadığına görə biz hər il o sazişi bir ildə artırmaqdayıq və indiyə kimi də o davam edir. Ancaq enerji ilə bağlı bizdə çox yaxın bir əməkdaşlıq var, memorandumlar imzalanıb və bu mənada 22-ci ildə Ursula von Leydenin Azərbaycana gəlməsi ilə orada artıq bir strateji tərəfdaşlıqla bağlı artıq məhz enerji sayəsində o sənədi də imzaladıqdan sonra mənə elə gəlir son illərdə biz artıq öz qaz təchizatı ilə bağlı Avropa ölkələrinə öz təchizatımızı artırmaqdayıq və bu daha da artacaq. Belə görünür ki, reallıqda doğrudan da Azərbaycan bunda çox maraqlıdır və Avropa İttifaqı da maraqlıdır. Ona görə İtaliyanın məsələn baş naziri Meloni'nin də Azərbaycana gəlməsi və TAP-la bağlı müəyyən danışıqlar yadınızdadırsa ki, TAP-ın özünün də artırmaq lazımdır. Çünki burada əgər biz ümumiyyətlə qazın həcminin artırılmasından danışırıqsa, bu infrastruktur özü təkmilləşdirilməlidir, əgər biz gələcəyə baxırıqsa. Ona görə bütün bu fonda biz əgər ümumiyyətlə qiymətləndirsək, əlbəttə Avropa İttifaqı və Cənubi Qafqaz arasında qlobal, yəni regional baxımdan və eyni zamanda Avropa İttifaqı və Azərbaycan arasındakı münasibətlər bugün tamamilə yeni bir mərhələnin ərəfəsindədir. Aydındır, aydındır. Teoman müəllim, bütün bu proseslər fonunda ümumiyyətlə biz ittifaqların bir boşluqlarını müşahidə edirik. İttifaqların özlərində, istər Amerika Birləşmiş Ştatları ilə Avropa İttifaqı arasında Qərb blokunun parçalanması, istər regional təşkilatların özlərinin funksionallığının boşluqlarını biz açıq-aydın görürük. Və necə düşünürsünüz? Bax, Pekində İranla deməli, İranla baş tutacaq danışıqlar necə düşünürsünüz? Bax, Şərq blokunun genişləndirilməsinə xidmət edə bilərmi və bu region ölkələrinin maraqlarına necə cavab verəcək? Şəhl xanım, icazənizlə Avropa İttifaqı Azərbaycan münasibətlərinə dair mən də bir neçə kəlmə demək istəyirdim Gülşən xanımın fikirlərinə əlavə olaraq. Əslində Avropa bugün geosiyasi anlamda Avropa İttifaqı uduzan tərəfdədir. Yəni yeni dünya nizamının quruculuğu prosesində istər Avropa İttifaqının Rusiya ilə münasibətləri, istər Avropa İttifaqının Amerika ilə münasibətlərinə baxsaq, Trumpın hətta NATO-dan çıxış və NATO ümumiyyətlə Avropadan ordu sayısını, əsgər sayısını azaltmaqla bağlı hədəflərində diqqətə alsaq, Avropanın təhlükəsizliyi, ordu məsələsi və ritorika. Bu ritorika qətiyyən belə deyək də, rasional bir dəyərləndirilə biləcək. Diplomatik ritorika deyil, daha çox. Və Avropa deməli parlamentinin xüsusilə indi biz bilirik orada bir Azərbaycana qarşı, Türkiyəyə qarşı bir İslamofob, Türkəfob yanaşma var. Amma da bu qədər də yox. Azərbaycan bu qədər dəyəri yüksəlmişkən regionda, Azərbaycan bir Qafqazın oyun qurucu, güc mərkəzi bir ölkəsi ikən, enerji sahəsində dünyada bu saat bu gedən mübarizələrin əsas predmetlərindən birisi də enerji resursları, yollar, ticarət. Belə bir məkanda Türk dünyası ilə birlikdə biz bu qədər ciddi imkanlara, təsir saxlarına sahibkən və bunlar götürürlər parlamentlərində dəfələrlə. Cənab Prezident də qeyd elədiyi kimi artıq 20-yə yaxın Azərbaycana qarşı qətnamələr qəbul edirlər. Bu, heç bir rasional şəkildə dəyərləndirilə biləcək bir yanaşma deyil və Avropanın nə qədər əslində, belə deyək də, siyasi korluq deyə bilərik buna. Yəni, siyasi cəhətdən, belə deyək də, heç bir uzaq görən olmayan, rasional olmayan münasibətlər sistemini qeyd edə bilərik. Sualınıza gəlincə bu... Yəni, Pekində baş tutan danışıqlar İranla Çin arasında Xarici İşlər Nazirləri səviyyəsində bu Şərq blokunun gücləndirilməsinə xidmət edirmi və region ölkələrinin maraqlarını necə təmin edəcək? Çin səssiz, sədasız
planlamalarını zamana yayaraq, taktik və stratejik hədəflərini düzgün müəyyənləşdirərək, plan və proqramlarını cari və ya belə deyəcək, düzgün müəyyənləşdirərək mərhələ-mərhələ yeni dünyanın belə deyək də əsas hegemonlarından birisi olmaq uğrunda mübarizə aparır. Yəni proses aparır. Bu daha çox yumşaq güc üzərindən iqtisadi amillər, texnologiya, elm sahəsi, insan resursları, iqtisadi resurslar bunlar üzərindən olsa da, amma Çin nihayətində bugün dünyada biz bununla bağlı çox yəni dəfələrlə danışmışıq. Əslində mühəndislik sahəsində götürüb baxsaq artıq Amerikanı qabaqlayıbdır. Sadəcə Huawei-in 170 minə yaxın mühəndisinin olduğuna dair mən bir hesabat oxudum. Bu çox ciddi bir rəqəmdir. Yəni bəzi ölkələrin belə o qədər mühəndisləri yoxdur. O biri tərəfdən Çin yeni dünyanın belə deyək də rasional bir şəkildə qurulması üçün, yəni bazar iqtisadiyyatının hakim olması, axı Çinin yüksəlişi 2-ci Dünya müharibəsindən sonra qurulan, məsələ Amerikanın hegemoniyasına qurulan sistem içərisində baş verdi. O sistemin içində Çinlilər getdilər, Amerikada oxudular, universitetlərində yüksək təhsil aldılar, yaxşı mühəndislər kimi yetişdilər, gəldilər, öz universitetlərini bu saat top 100-ün içərisinə daxil elədilər. Çinlilər iqtisadiyyatlarını oradan öyrəndilər, gətirdilər. O sistemin içində liberal bazar iqtisadiyyatı prinsiplərinin içərisində yüksəltdilər. Amma indi eyni zamanda bilirik ki, dünyada kritik, biz indi məsələn Körfəzdən danışanda petrodollar dünyada paradigmasından danışırıq. Yəni neftin dollarla satılması və bu resursların rəqabətə girə bilirmi Çin yuanı? Bəli. Çünki Hörmüz boğazı üzərindən oraya gəlmək istədim. O məsələ də aktuallaşır. Birinci məsələ bu dolların hakimiyyəti nə qədər davam edəcək? Amerikanın qlobal hegemoniyası sarsıldıqca alternativ ödəmə sistemləri də meydana çıxa biləcəkmi? İkinci məsələ bu ödəmə sistemləri. Yəni sadəcə dollar deyil ki, bugün belə deyək də SWIFT dediyimiz sistem Amerikanın nəzarətində bütün böyük ölçüdə belə deyək də maliyyə korporasiyaları, Dünya Bankı, Beynəlxalq Valyuta Fondu və digər maliyyə korporasiyaları, küresel maliyyə korporasiyaları deyək də, bunlar nihayətində onların nəzərində bu təbii ki tartışıla bilər. Anglo-Sakson deyək ki, hegemoniyasının hansı hissəsindədir? İngiltərə burada harada, hansı mövqedədir? Amerika hansı mövqedədir? Amma Çin də yavaş-yavaş nə etməyə çalışır? Çin yavaş-yavaş yüksəldikcə təbii ki, həm İran məsələsində, həm digər məsələlərdə özünün strateji planlarını həyata keçirir. Neft demək, şaxələndirilməsi, neft və enerji ilə bağlı şaxələndirməni həyata keçirir və təbii ki, İranla da bu məsələni koordinasiya eləyir. Çünki İranın təslim alınması sadəcə İranın təslim alınması deyil. Venezuela'dan sonra hələ bayaqlarım Nazım müəllim bu xəritənin önündə tamamən okeana yayılmış bir, yavaş-yavaş getdikcə arealı genişlənən bir mübarizədən söhbət gedir. Bu təbii ki, birinci növbədə Asiyanı, yüksələn Asiyanı və Çini təhdid edir və buna görə də Çin burada İran məsələsini özünün də təhlükəsizliyi və gələcək planları baxımından əsas aldığına görə bütün məsələlərdə koordinasiya edirlər. Burada önəmli nüanslardan birisi odur ki, Çin də hazır ki, bu Amerikanın orada tətbiq elədiyi nəzarət, nisbi nəzarət deyə Nazım müəllim düzgün qeyd edir. Çünki bəzi gəmilərin keçişlərinə icazə verirlər, bəzilərinə vermirlər. Bu nisbi nəzarət sistemi Çinin də iqtisadiyyatına təsir edir. Birinci növbədə Çinə təsir edir və Çin də bir an öncə əslində diplomatik müstəvidə onun üslubu, zihniyyəti, xarakteri də odur. Hərbi güc müstəvisindən daha çox real diplomatik müstəvi və iqtisadi zəmində məsələsini həll etməyə çalışır, mübarizəsini aparmağa çalışır. Bu bağlamda məncə danışıqlarda ortadakı, indi biz bilirik ki, şeylər də var, təkliflər də var. Hətta Trump Putinlə də danışdı. Araqçının Moskvaya səfər oldu. Orada da müəyyən istişarələr oldu. Yəni Pakistan xəttində də bu davam edir. Yəni bizə açıqlanan və açıqlanmayan bazarlıqlar var. Yəni pərdə arxasında davam edən və maddələr üzərindən maddələrin redaktə edilməsi, maddələrin də düzəlişlər, o maddələr də sıradan maddələr deyil. Bu uranium stoku necə olacaq? Məsələn, Putin Kremldən yapılan açıqlamada qeyd olundu ki, biz bunu götürə bilərik də, o uranium stokunu zənginləşdirilmiş uranium Rusiyaya təslim edilə bilər.
və ya bunun gələcəkdə bu Hürmüz boğazının statusu necə olacaq? Bu statusda maraqlı bir nüans da var. İran əgər buradan vergi almağa davam eləyəcəksə, bayaq siz soruşdunuz beynəlxalq hüquq. Mən bildiyim qədərlə beynəlxalq hüquq mütəxəssisi deyiləm, amma beynəlxalq hüquqda daxili sular amili var, var. Yəni İranın belə bir beynəlxalq hüquqdan doğan belə bir haqqı yoxdur. Amma o vergilər eyni zamanda neft qiymətlərinə daxil təsir eləyəcək. Hər barel başına $1 alsa, bu dünyadakı neftin qiymətinə təsir edəcək və Çin üçün də bu problemdir. Yəni bunun çözülməsinin əslində görsəndiyi qədər sadə bir məsələ olmadığı, yəni elə bu hər iki blok deyəlim ki, İranla Çin bir yerdədirlər və bunların bütün baxımlardan maraqları birdir, elə deyil və ya Rusiya, İran, Çin bir yerdədir, bunların bütün baxımlardan maraqları. Elə Trumpın da Çin səfərinin də məncə yəni gözlənilən səfərdə də təbii ki, əsas nüanslardan birisi Yaxın Şərq, İran məsələsi, qlobal ümumiyyətlə neft məsələsi, hakimiyyət məsələsi olacaq. Amma burada çox önəmlidir ki, bu Çin də bunun məncə mənə elə gəlir ki, bura bir xüsusi rüsum tətbiq olunmasına öz iqtisadi və geosiyasi maraqlarını tətbiq ediləcək. Məsələ ilə bağlı açıq bir hesabat, bir məlumat filan oxumamışam. Çinin bu vergi şeyi ilə bağlı, vergi tətbiqi ilə bağlı mövqeyi, rəsmi mövqeyi nədən ibarətdir? Amma mən güman edirəm ki, belə bir şeydə Çinin də razılığı olmaz. Amma verginin ödənilməsində yuandan istifadə məsələləri var idi. Yəni Çin valyutasından. Nazim müəllim, sizi yenidən mən monitor önünə dəvət edəcəyəm. Amma ona dək mən yenə də ikinci xəritəmizi təqdim etməzdən öncə istərdim ki, Marco Rubio'nun, Amerika Birləşmiş Ştatlarının dövlət katibinin fikirlərini, yəni Donald Trump artıq qərar ki verdi Hürmüz boğazı ətrafında gəmilərin keçidinin dayandırılması və onun ardınca Marco Rubio'nun açıqlaması oldu ki, bu müdafiə və təhlükəsizlik məqsədi daşıyır və onun da fikirlərini diqqətə çatdıraq qeyd edir ki, Marco Rubio Vaşinqtonun Hürmüz boğazındakı əməliyyatı müdafiə xarakterlidir. Bu hücum əməliyyatı deyil. Onun mənası çox sadədir. Bizə atəş açmadıqca atəş açmırıq. Biz onlara hücum etmirik. Amma əgər onlar bizə gəmilərə hücum etsələr, buna cavab verməlidirlər. Heç bir ölkənin də beynəlxalq sular üzərində nəzarət yaratma hüququ yoxdur. Amma İran məhz bunu edir. Statın sonu. Və digər biz növbəti xəritəmizə keçid alaq və Nazim müəllim, az öncə biz beynəlxalq hüquqa nə dərəcədə ziddir Donald Trumpın mövcud qərarı. Yəni bununla bağlı da fikirlərinizi alacaq və növbəti xəritə üzərindən siz Hürmüz boğazı ətrafında ümumiyyətlə ABŞ-İran gərginliyi üzərindən bax dünyanın geosiyasi xəritəsinin necə dəyişdiyini görürsünüz. Buyurun. Beynəlxalq hüquq məsələsi baxımından baxsaq, həm İranın mövqeyini, həm ABŞ-ın mövqeyini təhlil edəcək olaraq, burada bir neçə məqam var. Əvvəla İran perspektivindən məsələyə baxsaq, beynəlxalq hüquqa görə və xüsusilə bunun tənzimləyən 1982 tarixli Dənizlər Hüquqi Konvensiyasına görə Hürmüz boğazı və Hürmüz boğazına bənzər formundakı bölgələr təbii yaranmış su keçidləri olduğu üçün buralarda sərbəst keçiş haqqı mövcuddur. Yəni, heç bir ölkə, bu sadəcə bunlar deyil, bu dünyada 12 ölkədə var. Əslində, biraz əvvəl sizin Çinlə bağlı sualınızda Telman Hocam dediyinə də şey eləyim. Bu məsələ burada başlasa, bu məsələ indi xəritədə yoxdur, amma Çin üçün stratejik boyun xarakteri daşıyan Malaqa boğazında, ondan sonra Türk boğazlarında və dünyada Ümid burnunda və dünyada bu cür kritik əhəmiyyətli olan 12 boğaz var. Bunların hər birində təbii xarakter. Bunların hər birində bütün sistemin dəyişməyi deməkdir. Bu, o deməkdir ki, hər birinin yanında 2-3 dənə devlətin olduğunu varsayın və bu o demək ki, bütün dünyadakı nəqliyyat sistemi, xüsusən ticarətin 90%-nin təşkil olunduğu dəniz nəqliyyat sistemi darmadağın olacaq. Buna heç bir ölkə kritik mənada buna razı olmayacaq. Xüsusən bu nöqtədə də Çinlə razı olacaq. Çünki o zaman İndoneziya və Malazya bölgəsindən keçən, xüsusən Malazyadan keçən, Malazya deyəcək ki, madəm Hürmüz boğazında bu tətbiq olunur, o zaman Çinin əsas stratejik boğazı sayılan bu coğrafiyada da mən qaydalarımı qoyacağım. Üstəlik, onun bu qərarına başda ABŞ və ABŞ olmaq üzrə bütün ölkələr onu dəstəkləyəcəklər. Çünki Çinin boğazını sıxmaq üçün
Malaqa boğazından uyğun bir yer yoxdur. Yəni ölkələr seçim qarşısında qalmayacaq ABŞ ya Çin də İran. ona görə əslində burada bir qar uçqununu Hürmüz boğazı vasitəsilə ortaya attı, İran ortaya attı. Üstəlik beynəlxalq hüquq baxımından da İran orada işte ikili standartlı bir siyasət izləyir. 1982-ci ildə İran bu dəniz hüququ konvensiyasını, dənizlərdəki mənzərəni ortaya, konvensiyasını imzalayıb. Ancaq parlamentdə təsdiq eləməyib. İndi İran deyir ki, mən Hörmüzdə bunu ona görə eləyirəm ki, ona deyəndə 82 deyir, mən onu təsdiq etməmişəm. O mənim beynəlxalq hüquq çərçivədə mənim onda öhdəçiliyim yoxdur. Ancaq bu konvensiyanı imzalayanlarla bağlı BMT-nin əlaqədar mexanizmaları deyirlər ki, əgər imzalamısansa, demək ki, onun məntiqini və ruhunu qəbul edirsən. Sənin orada özünə məxsus nəsə etməni təsdiqləməsən belə, onun məsələnin ruhuna ziddir. Mən onun qaydalarını qəbul edirəm, amma tətbiq eləmirəm kim olacaq. Bu verir. O ki, qaldı ABŞ-a. ABŞ-ın buradakı mənzərəsi də belədir. ABŞ-ın burada hələ müharibə elan etməmişkən, hərbi xüsusi əməliyyat deyirlər, müharibə elan etməmişkən, burada bir dəniz blokadası yaratması beynəlxalq ziddir. Üstəlik buna üçüncü ölkələrin, yəni İranla ABŞ və İsrail müharibə eləyir, amma buradan Koreya zərər görür, Çin zərər görür, Küveyt zərər görür və ya başqaları zərər görür. Nəsə, Küveyt doğru nümunə olmadı, amma burada, bu prosesdə beynəlxalq hüquq baxımından da bu dəniz blokadası ABŞ baxımından da hüquqsuzdur əslində. Hər iki tərəf burada hüquqsuz bir prosesdən bəhs edirlər. Ancaq burada hüquq əslində bununla bağlayan yaxşı ifadəni həm Trump dedi ki, beynəlxalq hüquq öldü, hüquq mənəm, onu ifadə elədi. Bir də bu beynəlxalq hüquq real siyasətdə nə qədər təsirli olduğunu hamıdan yaxşı bilən üç ölkə varsa biri bizik. Nətər ki, 30 illik işğal dövründə eyni şeylə qarşılaşmışıq. Yəni burada artıq beynəlxalq hüquqdan daha çox güclünün hüququ mahiyyəti var. Bəli. Nazim müəllim, bax bir neçə gün bundan əvvəl Trumpın bəyanatı oldu ki, biz İranla hal-hazırda mini müharibədəyik. Yəni maksimum müharibə başa çatıb, mini müharibə mərhələsinə keçmişik. Necə düşünürsünüz? Bax gəmilərin keçidinin bağlanılması prosesi, dayandırılması prosesi davam edərsə, Vaşinqton öz qərarı üzərində uzun müddətli qalarsa, Hörmüz boğazında tərəflərin qarşıdurması, toqquşması baş verə bilərmi? Maksimum müharibəyə keçid ala bilərmi? Əslində bu tam blokada məsələsi bir qərardan sonra gəldi. Tam blokadadan sonra arada bir qərar unutmayaq. Arada bir qərar daha vardı. 2 gün əvvəl, bu açıqlamadan 2 gün əvvəl ABŞ tərəfi belə deyək də sürəti daha da artırdı. Dedi ki, biz burada artıq azadlıq layihəsi dediyimiz bir hərbi əməliyyat keçirdirik. Yəni biz konkret olaraq dediyiniz hadisə baş verdi əslində. Biz orada öz hərbi gəmilərimizlə və bizə qoşulan başqa gəmilər, hətta Yaponiyanı, Cənubi Koreyanı prosesə dəvət elədi. Dedi ki, gəlin bərabər biz burada əməliyyat keçirik və o dediyiniz faza əslində irəli gəlmişdi. Bugün biraz əvvəl sizin açıqlama verdiyiniz tam blokada keçirik açıqlaması və azadlıq layihəsi əməliyyatını dayandırırıq. Əslində irəli atılmış, 2 gün əvvəl irəli atılmış bir addımı, 2 addımdan birinin geri atılmasıdır. Biz əməliyyatı dayandırırıq, etmirik. Bizə hücum eləməsələr, biz hücum eləməyəcək. Aslında söhbət elə deyildi. Biz açacağıq, keçəcəyik, vuracağıq. 6 dənə qatar öldürdülər, ultimatumudur. İndi bir addım geri çəkilir, 2 addım irəli getmişdi, bir addım geri çəkilir. Amma tam blokadaya davam edəcək deyərək, əslində blokadanı gücləndirəcəyi mesajı verdi. Çünki əvvəl bir 20-30 arasında tanker getmişdi. O ki qaldı məsələyə, yəni burada məsələnin kontrolda saxlanması, burada Pakistanın prosesə daxil edilməsi məsələsi Pakistan üzərindən ellər. Yəni Pakistanın dediyi üçün eləyirik, Pakistan da buna cavab edir. Pakistan sadəcə Pakistan deyil, Pakistan bugün qlobal siyasətdə Çinin müttəfiqi olaraq prosesdədir həm də. Başqa dinamikləri də var, amma eyni zamanda Çinin bölgədə son dövrlər Pakistan Çinlə çox yaxın, dərin əlaqələr içərisindədir və Çinin əslində biraz da Çinin təşviqi ilə başqa dinamiklər də var, amma biraz Türkiyənin təşviqi, biraz Səudiyyə Ərəbistanın təşviqi, amma qlobal güc olaraq Çinin təşviqi ilə əslində bu prosesin kontroldan çıxmasını əngəlləməyə çalışır. O ki qaldı Van ilə Araqçının görüşməsinə. Mən bu görüşün zamanına
diqqəti cəlb eləmək istəyirəm. 2 məqam. Bu günlərdə Birləşmiş Millətlərdə ABŞ-ın və onun körfəz müttəfiqlərinin Hörmüz boğazı ilə bağlı yeni bir qətnamə çıxartma cəhdi var. Hazırlıqlar gedir. Bunun necə nəticələnəcəyində iki fiqurdan biri Çindir, digəri Rusiyadır. Araqçının Pekin səfərinin məncə taktiki motivi bu proses öncəsi Pekindəki havanı qoxlamaq, oradakı Çinin bu proseslər ki, çox ciddi proseslər baş verib. Hörmüz boğazının blokadası Çinə ciddi şəkildə təsir edib, geosiyasi olaraq təsir edib, həm də daha bahalı neft almasının önünü açıb. Bu mənada onunla bağlı şeydir. Əslində Trump'ın blokadaya qarşılıq verməsi Çin'i oyuna qoşmağıdır ki, Çin də İran üzərindəki təzyiq və təşviq imkanlarından istifadə etsin. Çünki burada prosesi Çin də bundan zərər görməyə başlasa... Çin hansı mərhələyə qədər oyuna qoşula bilər? Çin məncə oyundadır, oyun olmalı. Hərbi proseslərdə iştirak etməyib, bu aydın məsələdir. Çox tərəfli bu prosesdə... Ondan sonra bəs? Bu proseslərdə Çin əslində bu proseslərdə bir mənalı İranın yanında deyil. Müəyyən məsələlərdə İrana kömək eləyir. Dron texnologiyaları məsələsi, hətta bu günlərdə xəbərlər çıxdı ki, bu iqtisadi problemlər, blokada nədəni ilə iqtisadi problemlər yaşayır. İran ona Çin kredit dəstəyi verir, bunun ifadəsi gedir. Digər tərəfdən diplomatik arenada dəstək verir. Van Yi ilə Araqçının görüşməsindəki ən əhəmiyyətli mənim düşüncəmə görə motivlərdən biri BMT-dəki Hörmüz boğazı ilə bağlı, qətnamə ilə bağlı Çindəki havanı qoxlamaq və Çinlə bu məsələnin müzakirə edilməsi və bir başqa məsələ, biraz əvvəl əslində biraz ifadəsi keçdi burada. Bəlkə bir qədər sonra gələrik. Bir cümlə ilə bitirirəm. Bir başqa burada kritik məsələ, önümüzdəki dövrdə Trump'la Xinli arasında Çin lideri arasında bir görüşmə olacaq. Bu görüşmənin öncəsində Pekindəki vəziyyətin ölçülməsi bu məsələnin ən əhəmiyyətli motivlərindən biri yəqin ki, İran məsələsi olacaq. Və buna da reaksiya, İran burada həm də bunu ölçməyə çalışır ki, ona görə müqavimətini və ya fikrini formalaşdırsın. Rusiyaya və Çinə getmənin əsas səbəbi bu iki qlobal aktyorun Çinə İrana mövqeyinin mövcud vəziyyətinin ölçülməsidir. Təşəkkürümüzü bildiririk, maraqlı fikirlərdir. Və Gülşən xan, niyə Pekində İranla Çinin Xarici İşlər Nazirlərinin görüşü indi baş tutur? Trump'ın Çinə səfəri ilə əlaqəsi varmı? Ümumiyyətlə bu görüş nəyi dəyişir? Bu yaxşı sualdır. Yəqin bütün dünya bu saat bunun ətrafında fikirləşməkdədir. Ancaq biz ilə əgər nəzəri baxırıqsa məsələyə, yəni müharibə ABŞ, İsrail və İran arasında gedən bu müharibə davam etməkdədir. Mən bayaq qeyd etdiyim kimi atəşkəs əldə edilib, ancaq nəticə yoxdur. Yəni heç bir razılaşma, yəni son razılaşma tərəflər arasında tapılmır. İndi biz götürsək İranın burada özünün konkret addımlarını, İran Xarici İşlər Nazirliyinin həm Rusiya, həm də Çinə səfərləri bu tamamilə normal götürülməlidir. Çünki hər iki ölkə müəyyən mənada İranı dəstəkləyən ölkələrdilər və bu mənada onlar, yəni İran tərəfi də onların dəstəyini qazanmaq istəyir, onların fikirlərini öyrənmək istəyir. Bu konkret deməli dalana dirənmiş vəziyyətdən çıxış yolu kimi. Yəni bir üçüncü tərəf olaraq. Belə götürsək, ona görə mən Xarici İşlər Nazirinin İranın həm Rusiya, həm də Çinə səfərlərini məntiq baxımından tamamilə normal görürəm. Eyni zamanda ABŞ-ın özünün də siyasəti var axı. ABŞ da bu məsələni həll etmək istəyir. ABŞ da bu məsələni uzatmaq lazım deyil. Qarşıda aralıq seçkiləri var və s. Ona görə də ABŞ da bu problemi həll etmək istəyir. İndi ona görə də əlbəttə ki, ABŞ həm ola bilsin Rusiya, həm də Çinlə müəyyən danışıqlar aparmaqdadır bu proseslərdə. Çünki burada hər iki tərəf, bu həm Çin, həm də Rusiya müəyyən mənada İranla da əlaqələr aparır. Ona görə bugünkü reallıqda biz əgər Çinə bir üçüncü tərəf kimi götürsək, qlobal güc olaraq, BMT-nin Təhlükəsizlik Şurasının daimi üzvü olaraq, ən azı həm İrana müəyyən mənada təsir imkanları və nüfuzu olması baxımından, eyni zamanda ABŞ-Çin münasibətləri özü də bir qlobal baxımdan özünə məxsusluqları var.
Və bu baxımdan əlbəttə ki, mənə elə gəlir ki, o səfər zamanı, əlbəttə Trumpın Çinə səfəri zamanı bir sıra məsələlər ətrafında danışıqlar olmalıdır və Çin problematikası da, daha doğrusu İran problematikası da o müzakirələrin içində olacaq. Əsas məsələ, əgər biz ssenarilərdən baxırıqsa, bu nə ilə nəticələnə bilər? Bir nəticə ola bilər ki, heç bir nəticə əldə olunmaya bilər. Yəni, vəziyyət necə indiki vəziyyətdə qalmaqdadır? Yəni siz İranla Çin danışıqları nəzərdə tutursunuz, yoxsa gələcəkdə Trumpın Çinə? ABŞ-İran münasibətləri. Biz əsas bu saat, əsas problem bu saat, əsas Əgər nəticəsiz qalarsa, ümumiyyətlə... Yəni, o cür dalana dirənir, tupik vəziyyəti müəyyən müddət olaraq atəşkəsin uzadılması ilə hansısa bir formada qalır. Mərhələni necə qiymətləndirmə olar? Amerika Birləşmiş Ştatları qalibdir, İran qalibdir. Yox, orada heç kim qalib deyil. İnformasiya müharibəsi də davam edir. İran tərəfi deyir ki, üstünlük əldə etmişik. Düzdür, orada hər iki tərəf öz mövqeyində qalır, ancaq heç bir nəticə əldə olunmur. Yəni, bu bir variant kimi biz gərək ən azı bütün ssenariləri görək. Düzdürmü? Birinci ssenari kimi, məsələn, heç nə əldə edilmir. Yəni, nə Çin təsir eləyir İrana, nə İran öz mövqeyindən dala çəkilir, nə ABŞ nəsə bir dəyişdirmək istəmir mövqeyini və vəziyyət bax beləcə dondurulub qalır. Dondurulmuş bir vəziyyət. İkinci variant, onlar bir nöqtədə ortaq məxrəcə gəlirlər. Çin və ABŞ. Və eyni zamanda İran da o ortaq məxrəclə razılaşır. Və məsələdən çıxış yolu tapılır və məsələ həll edilir. Yəni, Hörmüz boğazındakı bu ağır vəziyyət bir dəfəlik yekunlaşır, qutarır və əvvəlki vəziyyətə qayıdırıq. Yəni, əvvəlki prosesə. Bu, ideal bir ssenaridir. Bir qədər mərhələli şəkildə yenidən təkrarlana bilər. Bunu elə müharibə başlamazdan öncə Amerika tərəfi, Amerika Birləşmiş Ştatları bəyan etmişdi. Və mən istərdim ki, Axios'un fikirləri var. Vaşinqtonun ultimatumuna İrandan cavab gözləyirlər və bununla bağlı Axios nəşrində məlumat yayılıb, onu da ekranlara gətirək. Qeyd olunur ki, Vaşinqton qarşıdakı 48 saat ərzində deməli, bir neçə əsas məsələ ilə bağlı Tehrandan cavab gözləyir. Birinci əsas məsələ ondan ibarətdir ki, mümkün ABŞ-İran razılaşması hər iki tərəfin Hörmüz boğazından keçidlə bağlı tətbiq etdiyi məhdudiyyətləri aradan qaldırmasını nəzərdə tutur. İkinci variantı isə həmçinin razılaşmaya əsasən İran uranın zənginləşdirilməsini dayandıracaq. Vaşinqton isə sanksiyaları ləğv edərək İranın maliyyə vəsaitlərini sərbəst buraxacaq. Statın sonu Axios'un açıqlamasında qeyd olunurdu. Təlan müəllim, buyurun. Ondan da bəhs eləmişdim, bu məlumatlardan bəhs eləmişdim. Sülh təklifi kimi də əslində bir səhifəlik sülh təklifi kimi də İrana təqdim edildi və İran tərəfindən də dəyərləndirildiyi qeyd olunur. Burada Cəlal xanım, biraz bu Çinin məsələlərə, ərəb ölkələrinə münasibətlərinə də, Çinin hədəfləri nədən ibarət, buna da bir toxunmaq lazım. Bilirsiniz, Amerikanın əsas gücü onun hərbi gücüdür, hərbi müdafiə sənayesidir. Yəni, sərt güc üzərindən dünyada indiyə qədər 2-ci Dünya müharibəsindən sonra da o NATO-nun qurulması, o hərbi pakt üzərindən dünya hegemoniyasını davam etdirməsi. Amma texnoloji baxımdan Çin üstəliyib Amerikanı. Davada müharibənin məqsədlərindən də biri budur. Çin yumuşaq güc üzərindən, iqtisadi güc üzərindən Çinin belə bir hərbi paktını biz görmürük. Yəni, dünyada indi əslində tartışılan suallardan birisi də budur. Yəni, ön önəmli stratejik suallardan birisi budur. Gələcək dünya düzəni ilə bağlı. Bu yollar, dəhlizlər, ticarət yolları əhəmiyyət qazanırkən, bu qədər böyük stratejik məsələlər varkən ortada, Çin bu zolaqları, bu yollar üzərindəki ölkələrin təhlükəsizliyini necə təmin edəcək? Amerikanın bir NATO'su vardı. Yəni NATO, indi o da zaten artıq böhran yaşayır və Amerika-Avropa İttifaqı münasibətləri ilə bağlı şeyi bilirik, vəziyyəti bilirik. Çin yumuşaq gücdə çox ustadır, çox mahirdir, iqtisadi resursları yüksəkdir. Ondan sonra hər cür texnoloji artıq üstünlüyü əldə edir, universitetləri inkişaf edir, ticarəti canlandırır və istəyir ki, o bir var, belə bir hər şey aydın olsun, proqnozlaşdırılan olsun, beynəlxalq hüquq çalışsın, iqtisadi qanunlar çalışsın və burada da Çin getdikcə gücünə güc qatsın. Amerika isə əslində bulanıq suda balıq tutmaq, daha çox belə deyək də, daha çox xaos mühiti yaradaraq onun içərisindən hərbi gücü, müdaxiləçi gücü ona deməli şərait edir. Amma biz burada ərəb münasibətləri, Çin münasibətləri, ərəb
ölkələri Amerika münasibətləri Amerika ilə bağlamında də yeni bir problem yaratır. Çünki ərəb ölkələri nefti satırlar, o dollarlarını Amerikanın istədiyi şəkildə Amerikaya yatırım edirlər, maliyyə bazarlarında saxlayırlar. Bunun qarşılığında isə Amerika ərəb ölkələrinə təhlükəsizlik qarantiyası verir. Ən çox satışlar həyata keçirirdilər. Heç Türkiyəyə, öz müttəfiqlərinə, NATO müttəfiqinə vermədikləri silahları ərəb ölkələrinə satırdılar. Yəni, amma indi bu müharibə o məsələni ciddi şəkildə sual altında qoydu. Ərəb ölkələri baxdılar ki, bu işdə heç bir təhlükəsizlik qarantiyası işləmir və İran istədiyi zaman Körfəz ölkələrindəki Amerika hərbi bazaları başda olmaqla strategik nöqtələri də vura bilir. Və o bir tərəfdən İsrail başqa bir, biz heç onu tartışmırıq, müzakirə eləmirik. İsrailin bu məsələdəki yeri, rolu və mövqeyi nədən ibarətdir? Strategik mənə görə bu müharibənin də ağlı əslində planlayıcısı İsrail idi. Orada İsrail, Qətərdə biz gördük ki, məsələn, bir danışıqlar var idi Həmas heyəti ilə. Oranı da vurdu, orada bir problem yarandı. Səudi Ərəbistan başda olmaqla bunlar artıq alternativ arayışı içərisindədirlər. Alternativ güvənlik şəmsiyyəsi çətiri deyək də, yəni təhlükəsizlik çətiri qurmaq istiqamətində. Bu, Amerikanın maraqlarına uyğun olarmı? Yəni, Amerikanın böyük silah alıcıları, ondan sonra nefti satır, dollarlarla gətirir, Amerikanın iqtisadiyyatına yatırım edir. Bunların əldən çıxması təhlükəsiz də bu kontekstdə yaranıbdır artıq. Yəni, bu məncə o böyük güclər, indi bəlkə də biriləri razılaşmaz, böyük güclərin hamısının çöküş prosesində qarşılaşmış olduğu problemlər var. O problemlərin əmarələrini, əlamətlərini Amerikanın da bu siyasətində görə bilir. Hətta İngiltərə kralın gedib Amerikada dərs verər şəkildə əslində bir dərin bir İngilis mədəniyyətinin belə deyək də vizyonunun bir parçası olaraq orada müəyyən mesajlar verməsi də o görüşdə də yəni göstərdi ki, əslində Amerika sanki rayından çıxmağa çalışıb və ya rayından çıxmaq üzərədir və bunu bir şəkildə bu deməli Amerikanın gələcək hegemoniyası üçün də problem olaraq qalacaq. İndi burada bütün bu faktorlar görürsünüz, Ərəb ölkələrinin, Amerika ilə münasibətləri, Çin başqa bir şey istəyir. Çin, məsələn, Səudi Ərəbistanla İranı danışıqlar masasına oturdaraq bunları razılaşdırdı. Ondan sonra İsraillə də İranı çalışırdı ki, bayaq dediyim kimi, elə bir mənzərə yaransın ki, dünyada qeyri-müəyyənliklər olmasın və ticarət sərbəst hərəkət eləsin, konfrontasiyalar olmasın. Çinin zehniyyəti və yanaşması da bundan ibarətdir. Amma bu da dayanmış oldu. Orada başqa bir nüansı da bu məsələdə qeyd eləmək lazımdır. Türkiyə əslində çox strategik, dəngə qurucu bir rol oynadı. Yəni, bu müharibə genişlənərək, əslində mən güman edirəm ki, İsrailin hədəfləri də ondan ibarət idi. Ərəb ölkələri İran müharibəsinə çevrilmədisə, yəni hələ ki bu baş verməyibdir. Türkiyənin gücü kimi qiymətləndirmə olaraq bunu? Türkiyə burada həm İrana belə deyək də təsir elədi, həm Ərəb ölkələrinə strategik səbir təlqin elədi bu məsələdə, çünki böyük oyun var. Bu sadəcə teopolitik yəni və ya məzhəbi bir qırılma nöqtəsi yaratmır. Eyni zamanda xalqlar arasında, yəni bu yaxın şərqin köklü xalqları, ərəblər, farslar, digər xalqlar arasında böyük problemlər, qalıcı belə deyək də hasar deyək, yəni qalıcı xəsarətlər yarada bilər zehinlərində, düşüncə dünyalarında və ideologiyalarını dəyişdirə bilər. Ona görə də burada Türkiyə nə elədi? Sonra o PKK, PJAK terror təşkilatlarını istifadə etməyə çalışdılar. Müharibənin ilk günlərində Trump, Talabani və Barzaniyə zəng eləmişdi. Və özü də deyirdi ki, biz əslində Kürd qruplaşmalarına silah verdik. Onlar o silahları aparmadılar, özlərinə götürdülər. Onlardan razı deyiləm deyə bir son açıqlamalarının birisində bunu da qeyd eləmişdi. Burada da Türkiyənin yeni bir terror koridorunun formalaşdırılması məsələsinə imkan verməməsi, İranla paralel hərəkət etməsi, İranla yəni proksi müharibələrin daha da genişləndirilməsinin qarşısını alması. Bu yaxın şərq belə deyək də bu qısa müddətli müharibəsi həm stratejik dəngə qurucu ölkə olduğunu göstərdi, həm də elə Ərəb ölkələr üçün də yeni bir, indi görürük ki, Türkiyədə çox gündən günə yeni deyək ki, milli müdafiə sənayesinin uğurları var. Azərbaycanla bərabər bu sahədə çox yaxşı çalışmalar həyata keçirilir. Bu böyük, əslində bunu da qeyd etmək lazımdır ki, Türk dünyası üçün və Azərbaycanın Türkiyənin aparmış olduğu ağıllı xarici siyasət, səbirli, hesablı, kitablı xarici siyasət paradigması üçün də
böyük dəyər yaradır və qonşu ölkələr, dünya ölkələri də bunu görürlər. Yəni Azərbaycan və Türkiyənin bu böhran şəraitində... Üçlük deyə bilərik də, Teoman müəllim. Azərbaycan, Türkiyə, Pakistan. Pakistan da budur. Təbii, Pakistan bu vasitəsilikdə əsas kilit ölkədir. Dəfələrlə görüşlərdən verilən mesajları da yaxşı xatırlayırıq. İslam ölkəsidir. Dolayısıyla bunların hamısı belə götürəndə təbii böhranlar bəzi fürsətlər də yaradır. Güman edirəm ki, yəni bu proseslər həm bölgədə yeni böyük böhranlara səbəb olmayacaq. Yəni İran da nəhayətində bizim qonşu ölkəmiz, biz orayla bağlı Azərbaycan humanitar yardımlarını göndərdi. Bizim soydaşlarımız orada yaşayır. İstəyərik ki, orada bir normal, ondan sonra ümumiyyətlə regionda sabitlik tam bərqərar olsun. Sabitlik olsun regionda. Azərbaycanın da siyasəti bundan ibarətdir. Və bu bağlamda görək necə olacaq. Məncə diplomatik masada məsələ, yəni başqa alternativlər qalmır. Yəni alternativlər hər iki tərəf üçün bir-biri ilə mübarizə aparan geosiyasi qütblər üçün böyük fəlakətlər gətirir. Aydındır. Nazim müəllim, İran üçün alternativ variantlar qalıb və az öncə biz Axios-un deməli 48 saat Vaşinqton İrana vaxt verib və İrandan cavab gözləyirik açıqlamasını eşitdik. Necə düşünürsünüz? İranın cavabı necə olacaq? Yoxsa alternativ variantları var ortaya atmağa? Burada bu maddələrlə bağlı bir-iki detay da verib ondan sonra yenidən gətirək Axios nəşrinin açıqlamasını iki variant var idi. Ekranlara gətirək zəhmət olmasa. Müqavilənin şərtləridir, müxtəlif motivləridir və onlara bir neçəsini də mən əlavə edeyim xəbərlərdən ortaya çıxan. Bunlardan birincisi İranın zənginləşdirilmiş uranium səviyyəsinin necə olacağına bağlı müzakirələrdir. Daha əvvəl plan buydu ki, ABŞ tərəfi 0% zənginləşmə deyirdi. İran tərəfi də bu mövzu bizim beynəlxalq suverenlik hüququmuzdur. Biz bu çərçivədə dəyərləndiririk. Bugün gəldiyimiz nöqtədə, yəni ən azından Axios-un açıqlamaları və ya mətbuata yaxınlanan şeylərlə bunun 3,67% səviyyəsində, yəni dinc istifadəyə yararlı və nüvə enerjisinə yararlı səviyyədə olması məsələsinin gündəmdə olduğu iddia edilir. Nə qədər doğrudur, baxacaq ona. Bir başqa məqam oydu ki, İranın zənginləşdirilmiş prosesi ilə bağlı müddətlə bağlı moratorium məsələsi idi. ABŞ tərəfi 5 İran 5 il deyirdi, ABŞ tərəfi 20 il deyirdi moratorium və o informasyada xəbərdə ortaya çıxan məqamlardan biri. Bəli, artıq biz ekranlarda görürük həmin iki variantı, amma ümumiyyətlə 12 il buraxılması da çox önemli İran. 12 il olaraq nəzərdə tutulur. O ki qaldı, mən açıqcası bu müharibənin ya da bu ziddiyyətin bir sülh müqaviləsi ilə yekunlaşacağını düşünmürəm açıqcası. Bu müharibənin yeni fazası idi, bitdi. Yəni eskalasiya riski daha böyükdür və trayektoriyasını genişləndirə bilər. Məncə bu müzakirələrdən qalıcı bir nəticənin çıxması ən azından bugünkü mənzərə içərisində çox çətin görünür, müşkül görünür. Bu bir fazanın bitməsi məsələsidir. Mən oktyabr ayına qədər, yəni İsraildəki seçkilərə qədər bu prosesdə başqa mərhələlərində yaşana biləcəyini düşünürəm. Məsələn, bu İran-İsrail müharibəsi və İran-İsrail-ABŞ müharibəsinin də yeni bir fazanın tamamlanması olaraq xarakterizə edə bilərik. ABŞ-la İran anlaşdı, razılaşdılar. Üstündən 3 həftə keçdi, 2 həftə keçdi. İsrail təyyarələri qalxdı İranda. Buradan nüvə və ya balistik raket obyektləri vardı, vurdu. Nə olacaq? İran da ona qarşılıq verdi. ABŞ nə edəcək? Kənarda mı duracaq? Yoxsa İsrailin yanında mı qalacaq? Bu da bir böyük sual işarətidir. İndiyənə qədər iki hadisə əslində belə olub. İsrail qalxıb vurub, İran da ABŞ da onu dəstəkləyib, prosesin bir parçası olub. Xatırlayın, Amerikanın ilk müharibədə, bundan əvvəlki müharibədə prosesə daxil olması ilə bağlı ortaya çıxan əsas tezis, sonra da Ağ administrasiyası tərəfindən də deklarasiya edildi. Biz B2-ləri niyə istifadə edəcəyik deyə soruşurlar. Əl altdan mətbuata ötürülən informasiya edir ki, biz vurmasaq İsrail nüvə silahı ilə vuracaqlar. Yadınızda bu proseslər. Yəni, sonuncu müharibədə ABŞ başladı, sonra İsrail qoşuldu. Hökumətinin
əslində ümumi mənada İsrail üçün demək olar bunu, amma İsrail siyasət üçün demək. Amma Netanyahu hökumətinin İranla bağlı bir razılaşmaya getməsi mənə imkansız gəlir. Açıqcası düzdür, siyasətdə imkansız bir şey yoxdur, amma imkansız gəlir Netanyahu hökuməti. İranın da Netanyahu hökuməti ilə razılaşacağını düşünmürəm. Üstəlik bu müzakirələrdə bir-iki dənə də başqa gündəm maddəsi var. ABŞ, məsələn, mətbuata sızan bəzi xəbərlərə görə İran rəsmiləri ABŞ-a bir neçə sual yönətiblər müzakirə proyektinin vasitələri. Ki, bir, ABŞ İranın, İsrailin nüvə potensialı ilə bağlı nə fikirləşir? İsrailin qırmızı nüvə ilə bağlı qırmızı xəttləri nədir? ABŞ-ın bunu əngəlləməsi üçün alternativ planı varmı? Yəni bu məsələlər göstərir ki, İran, yəni ümumiyyətlə tərəflərin açıqlamalarına da baxdığımız zaman bunu görür. Digər tərəfdən müzakirə masasında tərəflərdən biri mən sizə 48 saat vaxt verdim. Siz tam kapitulyasiya olmalısınız. Deməsi o deməkdir ki, mən stolu aşırdıram. Mən müzakirəyə oturmuram deməkdir. Və ya mən müzakirəni pozmaq istəyirəm deməkdir. Açıqcası mən Trumpdan bu açıqlamaları eşidəndə müzakirədə razılaşmırıq deməkdir. Eyni şəkildə bənzər açıqlamalar da İrandan gəlir. Onların Hörmüzlə bağlı, bir tərəfdən Hörmüzdə razılaşma ilə bağlı informasiyalar gedir. Amma bir tərəfdən İran parlamentində Hörmüzlə bağlı yeni tənzimləmələr komissiyadan keçir. Qalibaf bundan bağlı açıqlamalar verir ki, artıq yeni tənzimləmə olacaq. Hər iki tərəfin bir tərəfdən müzakirədə biz razılaşırıq deyib, digər tərəfdən hər iki tərəfin bir-birinə qarşı sərt addımlar, söz deyil, addımlar atması onu Yəni hər bir göstərir ritorikada ki, davam edir bu günləri. bu taktiki bir şey deyil. Bu stratejik bir belə deyək, ziddiyyətdir. Mən növbəti faza bitdi, bir növbəti fazanı gözləyirəm. Nədən ibarət ola bilər Gülşən xanım növbəti faza? Nazim müəllim qeyd edir ki, bu yeni bir fazanın başlanmasıdır. Yəni hərbi ritorika, müharibə yenidən alovlana bilər və hansı fazada, hansı formada? Əgər biz istənilən münaqişənin həyatına baxsaq, sikl gedir. Müəyyən sikl nədən ibarətdir? Münaqişə başlayır, həll etməyə çalışırlar, həll edə bilmirlər, eskalasiya baş verir, müharibə baş verir, müharibədən sonra itkilər baş verir, ondan sonra danışıqlar başlayır. Danışıqlar nəticəsində nəticə əldə olunursa, məsələ həll edilir və qutarır. Məsələ həll olunmursa, ya problem dalana dirənir, ya da davam edir eskalasiya və daha yeni bir fazaya keçir. Yəni, bu mənada o ssenari də var, onu mən bayaq demədim, o üçüncü ssenaridir. Yəni, biz burada baxmalıyıq ki, nə dərəcədə ümumiyyətlə, burada mənə elə gəlir ki, məsələnin ən çətin tərəfi odur ki, Hörmüz boğazının gündəmə gəlməsi, yəni o bir məsələ deyildi. O məsələ yarandı sonra, yəni belə götürsək, bir əlavə arqument kimi. Məsələ gedirdi nüvə proqramından, İranın ümumiyyətlə o proqramla bağlı ABŞ-ın münasibətini ortaya qoyması və hərdəsə İsrailin yanında olması. Ancaq proseslər onu göstərir ki, bugün artıq bu kiçik bir, elə bir ki, görünən problem artıq o qədər dərinləşib və ağırlaşıb və Hörmüz boğazının da gündəmə gəlməsi və artıq bu həm iqtisadi, siyasi, ümumiyyətlə qlobal perspektivdən 3 məsələdən 4 məsələ çıxdı. Bəli, vəziyyət daha da gərginləşib. Ona görə bugünkü reallıqda mənə elə gəlir ki, biz hamımız oturub bunu daha ciddi şəkildə təhlil etməliyik. Tamam, sizin fikirləriniz. Bilirsiniz, Növbəti faza nədən ibarət ola bilər? Bəzən aşındırma deyirlər də, bu klassik deyimdə, türklər də bundan köhnə dövrlərdə, qədim dövrlərdə istifadə edildilər. Kəşfiyyat və yıprandırma müharibələri deyirdilər, yəni qarşı tərəfi. Amma İranda bugün görsənən odur ki, dövlət və millət məsələsi, xarici təcavüzə qarşı birləşmək məsələsi olduğuna görə kifayət qədər bir yıpranma, yəni hədəflərin reallaşdırılması nöqtəsində başından bəri düşündüyümüz zaman olmadı. Bu müharibədə qalıcı bir, belə deyək də, Amerikanın qələbə qazanması üçün o elan elədi, uranium stokunun ələ keçirilməsi, yenildirim müəyyənləşdirilməsi, neftin istədiyi kimi əslində onu elan etməsə də gizli danışıqlarda da oydu. Yəni İran neftini ələ keçirmək və İran neftinin üzərindən hakimiyyət qurmaq dünya şeyində. Buna da yəni nüvə proqramından daha çox neft nail oluna bilmədim. Məncə məsələn quru əməliyyatı olmadan hər hansı bir quru əməliyyatı bunun hərbi yollarla deyək ki, bombaladılar. Yəni quru əməliyyatdan keçid ala bilər deyirsiniz. Quru əməliyyatı, mən güman edirəm ki, bu quru əməliyyatı da
Amerika üçün indi koalisiya yaratmağa çalışırlar. Bu İraqdakı olduğu kimi koalisiya da olmadı. Yəni Avropa ölkələri fərqli yanaşırlar. İngiltərə, onun ənənəvi müttəfiqi İngiltərə bu işin bir bataqlığa doğru gedəcəyini bildiyi üçün, yəni daha çox o oradakı dəngələri, sosiolojik kəşfiyyat hamısı. Amma burada quru əməliyyatları da Amerika üçün böyük riskdir. Ona görə mən güman edirəm ki, indi İsrail-İran münasibətləri ayrı, amma Amerika-İran münasibətləri, Amerika-Çin danışıqlarında nəzərə alsaq, bir diplomatik müstəvidən başqa bir müstəvidə çözülə bilməz. Ona görə də mən güman edirəm ki, danışıqlar yolu ilə hansısa razılaşma olacaq, uzlaşma olacaq və nəhayətində bu məsələ bitəcək. Təşəkkürümüzü bildirirəm sizə, hörmətli qonaqlar. Həqiqətən də proseslər onu göstərir ki, müharibələri başlamaq daha asandır, nəinki onları uğurlu sona başa çatdırmaq. Amerika Birləşmiş Ştatları ilə İran arasında gedən hazırda gərgin proseslər də bunu göstərir. Amma hər kəs də ümid edir ki, tərəflər, güclər ağıllı qərarlar verərək diplomatik danışıqları sülhlə başa çatdıracaq və regionda sabitlik tam bərqərar olacaq. Hər halda ümidlər bunadır. Belə hörmətli tamaşaçılar, bizə baxdığınız üçün sizə də təşəkkürümüz var. Salamat qalın.